Günlərin biz yeni Koderadan alqoritm 10.7-nin yazı işlərinə baxırıq. Demək, birinci sualla vaxt itirmədən başlayaq. Burada P dəyişənimiz var və 1-dən 50-yə qədər ədədlərin kvadratları cəmlənir. Və dövrü idarə edən isə n-dir. Dövrü idarə edən nədir? N-dir. Çünki n kiçik dəyərli yazılıb da, hər dəfə n kiçik dəyərli yazılıb. Bu n dövrü idarə edən parametrimiz. Dövrü idarə edən nəyimizdir? Parametr. Sonra baxırıq burada, burada əslində P yox, S olsaydı daha yaxşı olardı. Niyə? Çünki burada ən axırda S-i çapa verir. S-i çapa verir. Ona görə də burada demək P yox, demək S olsa daha yaxşı olardı. P yox, demək S olsa daha yaxşı olardı. Burada P əvəzinə S verilsə daha yaxşı olardı. Çünki axırda burada S dəyişənini çapa verir. S dəyişənini çapa verdiyi üçün burada P yox, S yazılsa daha yaxşı olardı. Sonra ona görə də bura S yazırıq və N-dən asılı olaraq bir şey yazmalıyıq ki, dövrü idarə eləsin. Dövrü idarə eləsin. Bax, 0 kiçikdir 50-dən, hə deyib, düşürük aşağı. Burada mütləq şəkildə n dövrü idarə edirdi. N-i bir vahid artırmalıyam. N bərabərdir, n üstə gələk 1 yazmalıyam. Və burada görürük ki, 1-in kvadratı üstə gələk 2-nin kvadratı, 3-ün kvadratı, 4-ün kvadratı, 50-nin kvadratı. Yəni 1-dən 50-yə qədər bütün ədədlərin kvadratlarını tapıb və cəmləyib. Mən birinci burada 0 kiçik dəyərli yazıram. Düşürəm aşağı. 0-ı bir vahid artırdım. Ondan sonra 0 idi. 0-ı bir vahid artırdım. Oldu 1. Və düşürəm aşağı. Burada S bərabərdir. S-in üzərinə neynirəm? Bax, 1-in kvadratını yazmaq üçün neynirəm? 1-i vururam 1-ə. 2-nin kvadratını yazmaq üçün 2-ni 2-yə vururam. 3-ün kvadratını yazmaq üçün 3-ü 3-ə vururam. Burada da S bərabərdir. S üstə gələk. N-i N-ə vururam. N-i vururam N-ə. Və yaxud da ki, N-in kvadratını yazıram. Bax, məsələn, N-in kvadratını yazıram. Bu cür də yaza bilərəm. Və ən axırda da gəlirəm, S-i neynirəm? Cəmləyirəm. Yəni, birinci neyniyəcək? Birinci gələcək bura. Baxın. Birinci gələcək bura. Burada n başlanğıc qiymətim neçədir? 0-dır. N başlanğıc qiymətim 0-dır. N də kiçikdir 50-dən. Hər deyənə qədər n-i bir vahidə artırıb və S-in üzərinə n-i n-ə vuracaq. Tutaq ki, birinci dövrdə gəlir. Deyir 0 kiçikdir 50-dən. Deyirsən hə. Düşür aşağı, n-i bir vahidə artırır. N olur 1. Başlanğıc qiymət dövrə n 0-la girir. 0-la girib 0 kiçik 50-dən hə, düşür aşağı, n-i bir vahid artırır, olur 1 və S bərabərdir, S-in üzərinə 0 idi. 0-ın üzərinə 1-i 1-ə vurur, eləyir 1-in kvadratı. Təkrar bir də gerir dövrə, n-i bir vahid artırmışdır. 1 kiçik 50-dən yenə hə deyirik. N-i bir vahid artırır, olur 2. Düşür aşağı, S-in üzərinə, S-in neçə idi? 1-in kvadratı. Onun üzərinə gəlirəm nəyi? 2-nin kvadratı. 2-nin kvadratı. Təkrar bir də qaydıram. Bu cür davam eləyəcək. Ən axırda gələcək 49-un üzərinə 1 gələcək, olacaq 50. Düşəcək aşağı. 49-un kvadratının üzərinə də 50-nin kvadratın gəlib, dövrdən yuxarı qalxacaq. Axı, burada ən axırıncı səfər 50 olmuşdu. 50 kiçikdir 50-dən, yox deyib dövrü tərk eləyəcək. Ən axırda da bu cür cəmin eləyəcək, almış olacaq. Yəni, S bərabərdir, 1-in kvadratı üstə gələk, 2-nin kvadratı üstə gələk, 3-ün kvadratı üstə gələk, nəhayət. Ən axırda 49-un kvadratı üstə gələk, 50-nin kvadratı ilə dövrdən çıxır. Dövrdən çıxmış olur. Demək, 17 nöqtədə də birinci sualımızın gedişatı bu cür olur. İndi gəlirik ikinci suala. İkinci sualda da nə deyir? 1 faktorial, üstə gələk 2 faktorial, 3 faktorial, 4 faktorial, nəhayət 49 faktorial, üstə gələk 50 faktorial hesablayır. Biz əvvəl riyaziyyatdan bilməliyik ki, faktorial nə? Siz riyaziyyatdan keçmişsiniz, faktorial anlayışı. Bax, məsələn, tutaq ki, mən 2-nin faktorialı nəyə bərabərdir? 1-i 2-yə vururam.
Məsələn, 3-ün faktorialı nəyə bərabərdir? 1 vuraq 2, bir də vuraq 3. Əgər mən 5 faktorialı tapıramsa, əgər n faktorialı tapıramsa, birdən bütün ədədləri bir-birinə vururam, düz n-in özünə qədər. Əgər mən 5 faktorialı tapıramsa, 1 vuraq 2, vuraq 3, vuraq 4, vuraq 5 deməkdir. Bu da eləyir neçə? 120. 120 mi eləyir? Bir dəfə 2, 2 dəfə 3, 6, 6 dəfə 4, 24, 24 də 5-ə vuranda, bəli, 120. 6 faktorial tapıramsa, 1 vuraq 2, vuraq 3, vuraq 4, vuraq 5, vuraq 6, bu da eləyir necə? 720. Bu belə. Bu bizim riyazi bacarığımız. Bu heç, bu öz qaydasında. Əgər biz bunu riyaziyyatdan biliriksə, onda biz nə edirik? Gəlib, bax, bu algoritmə bunu tətbiq eləməyə bacarmalıyıq. İndi burada baxıram ki, 1-in faktorialı, üstə gələ 2-nin faktorialı, üstə gələ 3-ün faktorialı, nəhayət bunları bir-bir cəmləyib. Düz 50-nin özünə qədər, yəni 50 faktorialın özünü də cəmləyib. Özünü də cəmləyib. Yəni, burada yenə S yazılıb, daha yaxşı olardı ki, P yox, P əvəzinə S yazılardı. P əvəzinə S yazılardı. Niyə? Çünki ən axırda S-i cəmləyib, S-i. Ona görə yaxşı olardı ki, P-nin əvəzinə S-i verərdik. Və necə? Burada gəlirik demək. Dövrü idarə edən N-dir. Burada ya yazmalıyıq, N kiçikdir, bərabərdir. Bax, bu şərtdən. Ya yazmalıyam, N kiçikdir, bərabərdir 50. Ya da yazmalıyam, n kiçikdə 51. Bax, ikisindən birini yazmalıyam. İkisindən birini nə etməliyəm? Yazmalıyam. Birinci n-lə dövrə girəndə sonra faktorialını tapır da, düzdür? Yəni, ona görə də ikinci dövrdə faktorialını tapmaqdan ötürü bura yazmalıyam nə? Bura yazmalıyam demək, P bərabərdir. P-ni nəyə vururam? N-ə vururam. Və S də həmin demək faktoriallar neynəməlidir? Cəmləməlidir. S də həmin faktoriallar cəmləməlidir. Yəni, S bərabərdir. S bərabərdir. S-in də üzərinə nəyi gəlməliyəm? Bax, bu P-ni gəlməliyəm. P-ni gəlməliyəm. Və sonra dövrdən çıxmalıyam. Baxın, indi tutaq ki, biri verdim. Yazıram 1 kiçikdir 50-dən. Deyirəm, hə. P bərabərdir. P-nin neçədir? 1 idi. 1-i 1-ə vurur, eləyir 1 faktorial. S də bərabərdir. S-in başlanğıc qiyməti 0-dır. 0 üstə gələk 1 faktorial. N-i həmişə bir vahid artıram. N olur bu dəfə neçə? 2. 2 kiçik 50-dən, bəli. P bərabərdir P-ni, yəni 1-i vururam nəyə? 2-yə. 1-i 2-yə vuranda nə eləyir? 2 faktorialdır. 2 faktorial nəyə bərabərdir? 2 faktorial bərabərdir 1 vuraq 2-yə. S də bərabərdir S-in üzərinə. S qabaq nə idi? 1 faktorial idi. Üzərinə gəlir 2 faktorial. Yəni 1-i 2-yə vurur, 2 faktorial demək. Ən axırda 49-un üzərinə 1 gəlir, olur 50. 50 kiçikdir, bərabərdir 50-dən. Hə deyir. P-ni 50-yə də vurur. P nə idi? 1-dən 49-a qədər ədədlərin hasili idi. Də düzdürmü? 49 faktorial tapmışdı. Bu dəfə 50-yə də vurur. 1-dən 50-yə qədər ədədlərin hasili 50 faktorial deməkdir. Düşür aşağı, o 50 faktorial da neynir? 49 faktorial cəmləyəndən sonra ən axırda 50 faktorial da cəmləmiş olur. Sonra təzdən yenə n-i bir vahid artırır, olur 51. 51 ilə təkrar dövrə qalxır. 51 kiçikdir 50-dən, deyəndə yox deyib dövrü tərk edir. Demək, bu dövrün işləməsi üçün n-in dövrə girməyindən ötürü ya n kiçikdir, bərabər 50 olmalıdır, ya da kiçik 51 olmalıdır. İkisindən birini qoymalıyıq. Hər ikisi şərtdən birini qoysaq doğrudur. İkinci sualımız da bu. Sonra indi gəlir üçüncü suala. Üçüncü sualda nə deyir? Deyir müəllim, 20 şagirdin nəticələrini bir-bir daxil edərək ən yüksək nəticəni müəyyən edən alqoritm qurdu. Ən yüksək nəticəni. Demək, ən yüksək nəticəni müəyyən edən alqoritm qurdu. Bu alqoritmdə bəzi ifadələr yazılmamışdı. Hansı ki, burada yazılmamışdı. A, B, C hərflərinin yerində yazıla biləcək uyğun ifadələri biz nə etməliyik? Yazmalıyıq.
İndi gəlin bir baxaq. Mən x-a da baxan kimi, mən burada bilirəm ki, demək, belə deyək də, belə deyək. Tutaq ki, üçüncü sualda. Tutaq ki, burada mən elə bir şərt yazmalıyam ki, elə bir şərt verməliyəm ki, sonda m maksimum qiymət alsın. Sonda m neynəsin? Maksimum qiymət alsın, maksimum qiymət alsın. Demək, əgər m bərabərdir maksimum qəbul eləsək, tutaq ki, m bərabərdir maksimum qəbul eləsək, onda götürdüyüm qiymət, məsələn, 5-dirsə, məsələn, mən bir 5 götürdüm. Deyirəm ki, 5 böyükdür 0, deyir ki, hə. 5 böyükdür 0, deyir ki, hə. Hə deyən kimi, onda neynir? 5 böyükdür 0, hə. Onda hə deyən kimi maksimum x-a bərabər olur. Yəni, maksimum burada 0 olmalıdır. 0, maksimum böyükdür 0. Gətirib qoyuram, tutaq ki, burada a-ya maksimum bərabərdir x. Burada b-nin yerinə qoymuş oluram. Tutaq ki, əgər -3 qoyaramsa, deyir ki, b-nin yerinə -3 qoyanda, deyir ki, tutaq ki, -3 böyükdür 0. Deyirsən, yox. Əgər b-nin yerinə tutaq ki, -3 qoyuram, -3 deyir böyükdür 0. Burada deyirsən, yox. Yox deyirsən, düzdür. Dövrdə axı 20-də dayanmalıdır. 20-də dayanmalıdır. Çünki en kiçikdir, bərabərdir 20-dir. Mən burada dövrdə 20-ni dayandırmalıyam. Ona görə də n burada həmişə bir-bir artmalıdır. N-i bir-bir artırmalıyam ki, n burada nədir? Dövrü idarə edən parametrdir. Mən həmişə, onsuz da bu şərtə hə də desəm, yox da desəm, burada n-i bir-bir artırmalıyam. Düzdür? İxtiyari burada, istəyirsə burada hə olsun, istəyir yox olsun, fərqi yoxdur. Burada n bir-bir artır. A-ya da mən burada nə edirəm? A-ya verirəm maksimum bərabərdir x olsun burada. Maksimum bərabərdir x olsun, deyəcəm nəyə görə olsun. Maksimum x olsun. B-nin də yerinə qoymuş oluram. Tutaq ki, -3. -3 qoyuramsa, -3 böyükdür 0, yox deyirik. Yox, əgər yox olur, onda dövr axı 20-də dayanmalıyam. Ona görə də C-yə də yazıram, n bərabərdir n plus 1. n plus 1. n bərabərdir maksimum qəbul eləyəndə, tutaq ki, mən burada 5 verdim. 5 böyükdür 0-dan, deyirəm hə. Hə deyirəmsə, onda maksimum 5-ə bərabər olur. Və n bərabərdir, n üstə gələk 1 olur. Tutaq ki, gəlir, burada yenə deyirəm, 2 kiçikdir, bərabərdir 20-dən, hə. Gəlirəm, burada nə edirəm? Təzələnən x-a bir ixtiyari qiymət daxil edirəm. Burada x ixtiyari ədəddir. İxtiyari ədəd qəbul edirəm. Məsələn, burada mənfi də verə bilərəm, müsbət də verə bilərəm. Əgər mənfidirsə, yenə n gəlib bir vahid artacaq. Yox, əgər müsbətdirsə, yenə müsbətdə də gəlib bir vahid artır. Mən nəyi? Müəllim burada 20 şagirdin nəticələrini bir-bir daxil eləyərək ən yüksək nəticəni müəyyən eləməkdən ötürü, burada məsələn, mən 20 şagirddən burada mən ixtiyari bir x-a nələr verirəm? Ədədlər vermiş oluram. A-nın da, B-nin də yerinə burada neynədik? Uyğun qiymətləri müəyyən eləmiş oluruq. Yenə təkrar eləyirəm. Burada elə bir şərt verməliyəm ki, m maksimum qiymət alsın. Neynəsin? M maksimum qiymət alsın. M neynəsin? Maksimum qiymət alsın. Və eyni zamanda əgər götürdüyüm qiymət, məsələn 10 götürürəm, 10 böyükdür 0, hə deyir, ona maksimum bərabər olur x-a. Yəni maksimum böyükdür 0-dan, gətirib yerinə qoyanda a-ya maksimum bərabərdir x olur burada. Maksimum bərabərdir x olur. Və eyni zamanda B-nin də yerinə qoymuş olan ixtiyari bir ədəd. Məsələn, B-nin də yerinə bir ədəd qoyuram. İxtiyari yox, bir ədəd qoyuram. Deyirəm, məsələn, bu dəfə -4 olsun. Deyirəm, -4 böyükdür 0-dan. Deyirsən, yox. Yox olur. Dövrdə axı 20-də dayanmalıyam dövrdə. Ona görə də C-ni bir-bir artırmalıyam. C-ni bir-bir artırmalıyam ki, gəlib 20-də yox deyib dövrdən çıxsın. Yox deyib, neynəsin? Bir-bir dövrdən çıxsın. Bu da üçüncü çalışmamız. İndi gəlik dördüncü çalışmaya.
Burada da 4-cü çalışmada da deyir ki, aşağıda blok sxem verilibdir. Blok sxem verilibdir və blok sxemdə 50 şagirddən keçid balının 100 balı keçənlərinin nəticələrini cəmləyən alqoritm qurulub. Burada da A-nın B-nin yerinə demək, hansı hərflərin yerinə hansı ifadə yazılmalıdır, onu istəyir bizdən. Baxın, indi burada nə edirik? Nə edirik? Demək, görüm şərtə baxım. Hə, 50 şagirddən 100 balı keçənlər. 50 şagirddən 100 balı keçən deyirsə, 50 şagirddən 100 balı keçən deyirsə, onda gərək A'ya burada en kiçikdir 50 yazaq. En kiçikdir 50 yazaq. Niyə? Bax, burada A'ya en kiçikdir 50 yazıram. Niyə? Çünki sıfırdan başladılıb. Düzdür? En sıfırdan başladılıb. En sıfırdan başladılıbsa, sıfırdan 49'a qədər 50 dana şagird eləyir. Düzdürmü? En sıfırdan başladılıb. Və 0, 1, 2, 3, sıfırın özü də daxildir. Gəlir 49'a qədər. Sıfırdan 49'a qədər eləyir 50 dənə şagird. Zaten mənə 50 dənə şagird lazım idi. Düzdür? Ona görə də 0 kiçikdir 50 olur. Olur burada nə? 0 kiçikdir 50. Məsələn, N'in birinci qiyməti 0 deyil. 0 kiçikdir 50. Hə deyib dövrə girirəm. Hə deyib dövrə girirəm. Cavabda burada kiçikdir bərabərdir 50 qoyulub. Amma olmaz. Əgər en kiçikdir bərabərdir, mən 50 yazsam, 50 yazmış olsam, 50 ilə də dövrə girir və 51 şagird olur. Ona görə də en kiçikdir bərabərdə 50 ola bilməz. Mümkün deyil. A'ya mən yazıram, en kiçikdir 50 yazdım. Bax, bu A'nın yerinə yazıram bunu. En kiçikdir 50. Yazdım. B də burada nədir? B burada ixtiyari ədəddir, ixtiyari. Məsələn, tutaq ki, x daxil etdim. Hər dəfə bir qiymət daxil edirəm. Və C'də də neyinirəm? X-in 100 balı keçibsə, yəni x böyüksə 100-dən, neynəsin? Onda n bərabərdir. Hədirsə, n bərabərdir. M üzərinə həmən x-i daxil eləsin. Həmən x-i neynəsin? Daxil eləsin. Tutaq ki, buraya B yaxı ixtiyari x-i qəbul eləmişdim. Əgər x böyükdürsə 100-dən, onda n bərabərdir həmən x-i toplasın. Toplayanda da zaten sayın bir artıracaq, o heç. Toplamasa da sayın bir artırır. Onda nə edirik? Demək, neynədik? N bərabərdir 0, n bərabərdir 0. Burada n kiçikdir 50 qoyuram. Cavabda n kiçikdir bərabərdir 50 yazılıb, amma 50 ilə dövrə girsə 51 şagird olur. Ona görə də n kiçikdir 50 yazıram. N kiçikdir 50 yazılmalıdır. Və B-yə ixtiyari ədəd daxil edirəm. İxtiyari. Yəni B bu ixtiyari deməkdir. Məsələn, x daxil etdim. Hər dəfə bir qiymət daxil edirəm. Hər dəfə. Məsələn, n 1 alır. 1 kiçikdir 50-dən, x-a daxil edirəm hansısa bir ixtiyari ədəd. X 100-dən böyükdür. Hə deyirsə, həmən o m-i x-la neyir? Cəmləyir. Çünki burada nə deyir? Deyir, 50 şagirddən balı 100 balı keçənlərin nəticələrini cəmləməlidir. Mən baxıram ki, ixtiyari ədədlər içərisində x-i 100-dən böyük götürənlər cəmləməliyəm. Və hər dəfə də n dövrü idarə edən parametrdir deyə n-i bir artırıram. Ta ki 50-dən kiçik olana qədər. Ən axırda 49-un üzərinə 48 üstə gələk 49. 49 kiçikdirmi 50? Yenə ixtiyari bir ədəd daxil elədim. Və yenə cəmlədim. Ən axırda 49-un üstünə 1 gəlir, 50 olur. 50 kiçikdir 50-dən yox deyib çıxıram. Əgər n kiçikdir bərabərdir 50 yazsam, 50 kiçikdir bərabərdir 50 olub, dövrə düşüb, ixtiyari bir dənə də ədəd qəbul eləmiş olsam, artıq bu 50 şagird arasında yox, artıq bu 50 yox, 51 şagird arasında hesablama aparmış olur. Ona görə də burada mən n kiçikdə 50 götürməliyəm. Bu da belə. İndi gəlirik buradan, demək, 5-ci suala.
Beşinci sualda da nə deyir? Aha, burada da eyni tip məsələ həllidir. Deyir, aşağıdakı blok sxemdə 50 şagirddən keçid balı, 100 balı keçənlərin sayını hesablayan alqoritm qurub, keçid balı 50-dir. Burada A, B və C hərflərinin yerində nə yazılmalıdır? Keçid balı 50-dirsə, 50 şagird deyir və eni demək nə eləyir? Sıfırdan başladı. Eni sıfırdan başladı. Və hər dəfə eni bir-bir artırır. Hər dəfə eni neyini bir-bir artırır. Burada A-nın yerinə yenə yazıram. A-nın yerinə yazıram en kiçikdə 50. Bax, burada A-nın yerinə yazıram en kiçikdə 50. Nəyə görə? Çünki 50 dənə şagirddən söhbət gedir. Mən en kiçikdə 50 yazmalıyam. Və keçid balı da 50-dirsə. Keçid balı 50-dirsə, bax, burada x böyükdür 20 yazılıb. 20 yox, x böyükdür 50 olmalıdır. Çünki axı keçid balı 50-ni 50-dirsə deyir. Keçid balı 50-dirsə, onda x böyükdə 50 olmalıdır. 20 yox. X böyükdə 50 olmalıdır. Demək ki, A-ya en kiçikdə 50 qoyduq. B də ixtiyaridir. Burada ixtiyari bir ədəd daxil edirəm özümdən. İxtiyari ədəd daxil edirəm. Burada da bizdə say istəyirsə, yəni emi bir-bir neynəməliyik? Artırmalıyıq. Emi neynəməliyik? Bir-bir artırmalıyıq. Emi də bir-bir neynəməliyik? Artırmalıyıq. Və necə olur? C-ni də yazırıq, n bərabərdir n plus 1. Burada eni en kiçikdə 50, yəni 50 şagird arasında gedir. Çünki sıfırdan başlayır deyə artıq sıfırdan 0 demək. Olur 0, 1, 2, nəhayət eni artırır. Gəlir 48-in üstünə 1 gəlir 49. Sıfırdan 49-a qədər 50 dənə şagird eləyir. Ona görə də en kiçikdə 50 yazdım. B-yə ixtiyari qiymət daxil elədim. Və burada neyinir? Burada deyir ki, keçid balı 50-dirsə. Keçid balı 50-dirsə, onda x böyükdür 20 yox, x böyükdür 50 yazdım. Hərdirsə, s-ni də m-i bir vahid artırdım və n də dövrü idarə edən parametrdir. Ona görə də n-i də bir-bir artırmış oldu. Bu da nə oldu? Bu da oldu. 5-ci sual idi bu. Bəli. 5-ci sualın nəticəsi. İndi gəlirik nəyə? Gəlirik 6-cı suala. 6-cı sualda nə deyir? Demək, 6-cı sualda deyir, aşağıdakı blok sxemdə 100 şagirdin nəticəsi daxil olur. Yaxşı, 100 şagirdin nəticəsi daxil olur. Deyir ki, və ən yüksək nəticə ilə bütün nəticələrin cəmini tapan, demək, nədir burada? Cəmini çap edən blok sxem qurulubdur. Buna əsasən A, B, C, D, E hərflərinin yerinə hansı ifadə yazılmalıdır? Baxa görə hansı ifadə yazılmalıdır? Baxın, demək, burada nə edirik? Bax, en şagird deyirsə, mən A-nın yerinə yazaram nə? En şagird deyir. En şagird deyir. Bunu əvvəl qoysaq. En şagird deyir. En şagird deyirsə, mən A-nın yerinə nə yazıram? A-nın yerinə yazıram nə? A-nın yerinə yazıram en kiçikdir 100. En kiçikdir 100. En kiçikdir 100. A-nın yerinə onu yazdım. Və eyni zamanda eni bir-birdə artırır. Düzdür? Demək, eni də neynirəm? Bir-bir artırıram. Eni bir-bir artırıram. Nəyə görə? Çünki burada dövrü idarə edən parametr var. En bərabərdir, eni də bir-bir neynirəm? Artırırım. Eni də bir-bir artırıram. Sonra burada B-də nədir burada? B ixtiyaridir. Bax, bu şərtdən sonra verilən var. Bax, bu həmişə ixtiyari olur. İxtiyari olur. Burada demək, B-də yerinə ixtiyari x daxil eləyək və ixtiyari qiyməti cəmləyək. Məsələn, B-yə ixtiyari x qiyməti qəbul eləyirəm və C-də də həmən o ixtiyari x qiymətlərini neynirəm? Cəmləyirəm. Tutaq ki, k bərabərdir, k üstəgələ x qoyuram. Nəyə görə k qoydum? Çünki k dəyişəni özü daxil eləyibdir. K bərabərdir, k üstəgələ x qoyuram və burada D-də də ən böyüyünü tapmaq lazımdır. Ən böyüyünü tapmaqdan ötürü də n bərabərdir, onda nə olur? X olur.
X olur. Çünki burada əgər B-yə ən böyük qiymət verirəmsə, M burada ən böyük qiymətə, yəni burada məsələn M-ə 10 vermişəmsə, əvvəl 5 vermişdimsə, indi sonra 10 verirəmsə, 5-i götürmür. Ta M gəlir elə ən böyüyü götürür, onu götürmüş olur. Bu da belə. Bu da bizim neçənci sualımız? 6-cı sualımız oldu. İndi gəlir 7-ci suala. 7-ci sualda nə deyir? 7-ci sualda deyir ki, P bərabərdir, P bərabərdir. 1 üstə gələk 4, üstə gələk 9, üstə gələk nəhayət 100 verir. Bu nə deməkdir? 1 üstə gələk 4, üstə gələk 9. Baxın. Bax bu P bərabərdir. 1 üstə gələk 4, üstə gələk 9, üstə gələk sonra neçə ola bilər? 16, üstə gələk nəhayət. Ən axırda da 100 gəlib, 100 gəlib. Bax bu bizə nəyi verir? 1 nədir? 1-in kvadratı. 4 nədir? 2-nin kvadratı. 9 nədir? 3-ün kvadratı. 4 nədir? 16 nədir? 4-ün kvadratı. Nəhayət, ən axırda 100 nədir? 10-un kvadratı. 10-un kvadratı. Demək ki, burada birdən neçəyə kimi 100-ə qədər ədədlərin kvadratlarını cəmləyib. Ədədlərin kvadratlarını nə edib? Cəmləyib. Belə üzr istəyirəm. 1-dən 10-a qədər. 1-dən 10-a qədər. Çünki onun kvadratı axırda 100 edir də. 1-dən 10-a qədər. Ona görə də mən burada yazmalıyam i kiçikdir 10. I kiçikdir 10. I kiçikdir 10 yazıram. I kiçikdir 10 yazıram. Və i-ni bir artırıram. Burada da nə edirəm? P bərabərdir. P üstə gələk. Həmən i-lərin kvadratları. Yəni i-ni vururam i-yə. Məsələn, 1-in kvadratı nədir? 1-i 1-ə vurmuram. 2-nin kvadratı nədir? 2-ni 2-yə vururam. 3-ün kvadratı nədir? 3-ü 3-ə vurmuş oluram. Elədimi? Ona görə, bax, məsələn, indi götürək bir dənə ədəd götürək. 0-ı götürdüm. 0 kiçikdir ondan deyirsən hə. Düşürsən aşağı 0-ın üstünə 1 gəlirsən olur 1. Burada düşür aşağı P bərabərdir. P üstə gələk. P-nin başlanğıc qiyməti 0-dır. 0 üstə gələk 1-i 1-ə vururam eləyir 1-in kvadratı. 0 üstə gələk 1-in kvadratı. Bu da mənəyə verir 1-in kvadratını verir. Sonra qayıdır yuxarı. 1 kiçikdir. Axırıncı səfər 1 almışdı. 1 kiçikdir ondan hə deyirsən. Düşür aşağı 1-i 1 vahid artırır. i 1 idi. 1 vahid artıranda olur 2. Düşür aşağı P bərabərdir. P-nin üzərinə P neçəydi axırıncı səfər? 1-in kvadratı. 1-in kvadratının üzərinə gəlin. Nəyi? i-nin kvadratını. i-ni i-yə vuranda i-nin kvadratı eləyir. i axırıncı səfər 2 idi. 2-nin kvadratı. 2-ni 2-yə vuranda eləyir 2-nin kvadratı. Bax bu cürə davam edir. Ən axırda gəlir burada 10 alır. 9-un da üstünə 1 gəlir olur 10. Gəlir burada üstə gələk, nəhayət, ən axırda onun da kvadratını hesablayır. Onun da kvadratını yeniyir, hesablanmış olur. Bu da belə. Bu da 7-ci sual. Gəlir 8-ci suala. 8-ci sual. 8-ci sualda nə deyir? Nə deyir? Burada 1-dən 100-ə qədər 100 daxil olmaq. Ədədlərin cəminin tapılması üçün A və B-nin yerinə nə yazılmalı? Nə yazılmalı? Baxın, 1-dən 100-ə qədər deyir. 1-dən 100-ə qədər. Demək, burada 0 qoyub, n-ə 0 qoyub. 0 kiçikdir, bərabərdir 100-dən. Hə deyir, düşür dövrə. Hə deyir, düşür dövrə. Ona görə də mən birinciyi burada nə edirəm? X bərabərdir, X-in üzərinə n gəlirəm. Və B-nin də yerinə yazıram, n bərabərdir, n-in üzərinə də 1 gəlirəm. N-in də üzərinə 1 gəlirəm. Bu da belə. Baxın indi, 1-2 qiymət verək, yoxlayaq. Demək. N 0-dır. 0 kiçikdir, bərabərdir 100-dən, hə. X neçədir? 0-dır, n də 0-dır. 0-dır. 0-ın üstünə 0 gəldi, elədi 0. N-i bir vahid artırdı, oldu 1. Qayıtdı. 1 kiçikdir, bərabərdir 100-dən, hə. 0-ın üstünə 1 gəldi, oldu 1. 1-i də bir vahid artırdı, oldu 2. 2 kiçikdir, bərabərdir 100-dən, hə. Üstünə 2-ni də gəldi. 2-ni də gəldi. Ən axırda demək, 99-un üstünə 100 gəlmiş. 100 kiçikdir, bərabərdir 100-dən, hə. 100-ü də artırır. 100-ü də gəlir üstünə. 100-ü bir vahid artırır, olur 101. 101 kiçikdir, bərabərdir 100-dən, yox deyir, çıxır. Da 101-i cəmləmir.
Əgər bununla bunun yerini dəyişmiş olsam, mən x bərabərdir x üstə gələk e-nin əvəzinə birinci n bərabərdir n üstə gələk 1 yazmış olsaydım, onda bir vahid artırardı 101 olardı. 101-i də cəmləyərdi. 101 kiçikdir, bərabərdir, 100 deyib çıxardı. Mən 101-i də cəmləməsin deyə. Birinci neynədim? Birinci x-i n-lə cəmlədim, sonra bir vahid artırmış oldum. Bu da belə. Bu da 8-ci sualım. Demək 8 dənə sualın, demək açıq tipli suallar idi də bunlar. Alqoritmlə yeni kod yaradan. 10.7-nin yazı işləri idi. Ümid eləyirəm, başa düşən oldum. İnşallah ki, bir faydamız toxundu. Sağ olun, bu qədər. Növbəti dərslərdə görüşənə qədər. Özünüzdən müğayət olun. Sağ olun.